Zapis gedir orada, hər şey normaldır. Saç baş normaldır. Əla, vəsə, onda başlayaq da. Ay, hara qoyum bunu? Qoyum cibimə də. Neyse. Qrafon online'dır. Bu günləri 2026-cı ilin ilk unboxunu edəcəm. Unboxda nəyimiz var? Əlbəttə ki, adından bilirsiniz ki, videonun iPhone 17 Pro Max deyəcəkdim, amma Pro. 25-ci ildə mən, əgər səhv eləmirəmsə, 3 unbox etmişdim. 3-dür, yoxsa 4-dür. iPhone 16 Pro, MacBook Air və iPad Air. Bu günləri isə, dediyim kimi, Apple'ın iPhone 17 Pro Deep Blue rəngində unbox edəcəyik. Kim bu telefondan istəyirsə, bir dənə like qoysun videoya. Hazırıq biz, gedək, unbox eləyək. 3, 2, 1, başladıq. Birinci plomları açırıq. Plomba açanı. Mən heç vaxt öyrənəmədim də bu plomba açılmasını. Aha, 1, oy, sağ ol, bu getdi, bunu tulladıq qırağa. Keçdik ikinci plomba. Ay, sağ ol. Yenə də düzgün açılmadı. Plomblar açıldı və nə edirik? Unbox. Açıldı ana. Ay, sağ ol. Bu başqa məsələ. Bu başqa məsələ. Necə görsənir? Necə telefondur? Məncə gözəl telefondur və dediyim kimi 17 Pro Deep Blue. Bunu götürək, buradan çıxardaq. Əlaçı. Deməli, bizim komplektimizə nə daxildir? Həmişə kimi, hər zaman olduğu kimi ancaq kabeldir, toxunma kabeldir. Type-C, Type-C. Buna əl vurmayaq və kağız-şuğuz. Bunu hamı bilir. Artıq hamı bilir ki, Apple bunun içərisinə, yəni komplektin içərisinə adaptörü qoymur. Bunda bir dənə, indi ən əsası, ən maraqlısı bunu çıxardaq, kağızı. Ay, sağ ol. Ay, əlaçı, ay, bomba, super. Qəşəng. Deep Blue. Göründüyüm kimi biz bunu unbox Nədir? Sizin internetdə bu gündədir, donmalar və kəsilmələr var. Mütləq və mütləq internet provayderinizi dəyişin. Deyəcəksiniz ki, ay Zaur, bütün internet provayderləri eynidir. Star Telekom tam fərqli internet provayderidir. Siz ora zəng edən kimi özünüzə professional dost qazanırsınız. Xoş ünsiyyət, kəsilməz internet və professional texniki servis ancaq və ancaq Star Telekomdadır. Star Telekom dost kimi dost internet provayderi. Biz isə davam edək. Göründüyüm kimi biz bunu unbox elədik və nəyə görə Deep Blue? Nəyə görə Deep Blue rəngini seçdik? Çox gözəl görsənir, yəni qeyri-adi görsənir. Düzdür, mən bunları görmüşəm. Elə ilk təqdim olunan vaxtı mən bu telefonları götürmüşəm, baxmışam. Alüminiumdur və anodlaşdırılmış alüminiumdur. Sizə bir şey də deyim ki, bu versiya esim versiyasıdır. Nəyə görə esim versiyasını almışıq? Ona görə ki, esimli versiyalı iPhone 17 Pro'larda akkumulyator azacıq çoxdur. Yəni ki, 3992 mAh fiziki sim kart esimli versiyadadır. 4056 mAh isə 4056-dır deyəsən. Səhv eləmirəmsə burada yazacağam. Esim versiyalıdır. Və deyərdim ki, sizə çox yüngüldür və cəlbedicidir. Deyə bilərsiniz ki, nəyə görə narıncı iPhone 17 Pro götürmədi? Çünki sizə bir şey deyim ki, mən özüm həm dizaynerəm, eyni zamanda dizaynla başım çıxdığı üçün o rəngə, yəni o cür açıq rəngə, o cür belə deyək də, gözü çəkən rəngə uzun baxdıqda adamı yorur, çox yorur insanı. Ona görə fikirləşdik ki, ən yaxşı versiya Deep Blue'dur. Bundan yaxşı versiya isə əlbəttə ki, alüminium rəngdir. İndi biz bunu nə edək? Biz bunu birinci aktivləşdirək və sonra qayıdarıq. Deməli, biz bu smartfonu aktivləşdirdik, düzdür. İndi nədənsə Apple-da müəyyən problemlər var. Bilmirəm, Wi-Fi-nin zəifliyindən yoxsa nədənsə yeni bir telefonda yeni bir iCloud açanda ilk dəfədən nədənsə alamır. Bu nədən irəli gəlir, mən deyə bilmərəm. Bizdəki versiya dediyim kimi esimli versiyadır və esimli versiyanın əsas özəlliyi odur ki, fiziki sim kartlı və esimli versiyadan bunun akkumulatoru
daha çoxdur. Və rəngi gördüyümüz kimi Deep Blue-dur. Burada da dediyim kimi eSIM-dən istifadə eləyərək həm müasir tipli əlaqə vasitəsindən istifadə edirsən və eyni zamanda akkumulyator tutumu çox olduğuna görə daha çox istifadə etmək iPhone 17 Pro-nu mümkündür. Sizə deyim ki, yüngüldür. Çox yüngüldür nədənsə. Ona nədənsə deməyək, poladdan olan iPhone-lardan və titandan olan iPhone-lardan çox fərqlənir. Arxa bu hissəsi ancaq bu hissəmiz bizdə şüşədəndir. Ön hissəsi Ceramic Shield 2 qorumasıdır. Yəni Apple-ın özünün istehsal etdiyi, proyektləşdirdiyi qorumalı şüşədir. Eyni zamanda bu da Ceramic Shield 1-ci nəsildəndir. Bildiyimiz kimi kameraları hamısı 48 megapikseldir və bu yeni iPhone-ların bir özəlliyi də ondan ibarətdir ki, bu iPhone-ların frontal kamerası sensoru kvadratdır. Yəni istənilən formada, yəni istəsəz, yəni əlinizi düz tutub, yəni bu cür tutub, həm horizontal, həm vertikal videolar çəkmək olur. Bunun üçün heç vaxt telefonu fırlamaq və yaxud nə isə eləmək lazım deyil. Bu özəllik ancaq yeni versiya iPhone-larda, iPhone 17 versiyasında gətirilib. Yəni iPhone 17, 17 Pro, 17 Air, 17 Pro Max-larda. Adi 17-də də o cürdür. Və 18 megapiksellik frontal kameradır. Dediyimiz kimi arxa kameraların hamısı 48 megapiksellikdir. Burada bildiyimiz kimi lidarımız var burada və Vspышka, yəni sayrışma, işıq çəkdikdə sayrışması var. Çoxları deyir ki, iPhone 17-də nə yenilik var? Heç bir yenilik gəlməyib, heç bir yenilik yoxdur. Həmən insanlara, həmən divan ekspertlərinə demək istəyirəm ki, siz bax burada iPhone-un bu hissəsində, bax bu hissəsində böyük bir çıxıntı görürsünüz və nəzərə alın ki, bu boyda telefonun bütün sistemi, yəni hardware-sı, yəni belə deyək də, dəmir hissəsi, əsas işləmci deyək də, türklər demişkən işləmci deyək, prosesordur və yaxud yaddaşdır və yaxud nə isə nə. Hamısı ancaq bu platonun, yəni Apple bunun adını plato adlandırılıb, bu platonun altındadır. Bu hissəsində ancaq akkumulyator və kolonka ilə USB Type-C konnektorunun elementləri yerləşdirib. Qalan bütün prosesordur, yaddaşdır, hər şey bu platonun altındadır. Yəni bu boyda bir şeyin içərisində bütün telefonun sistemi, yəni dəmir sistemi quraşdırılıb. Dediyim kimi, prosesor, yaddaş və s. və ilaxır. Hətta kameralar da bura yerləşdirilib. Siz özünüz fikirləşin. Bu boyda yerə, yəni bu boyda telefonun bütün sistemi quraşdırılıb. Bu yenilik deyilmi? Yeniliklərdən birini də dedim sizə ki, frontal kamera 18 megapiksel olduqda kvadrat sensordur. Yəni heç bir telefonlarda, heç bir smartfonlarda bu yoxdur. Telefonu bu vəziyyətində, istəsəz bu vəziyyətində horizontal videoları çəkə bilərsiniz, horizontal videoları çəkə bilərsiniz. Bunun üçün mütləq telefonu fırlatmaq lazım deyil. Hətta siz telefonu belə tutduqda belə siz horizontal videolar çəkə bilirsiniz. Belə bir funksiya hansı smartfonlarda var, deyin mən bilim. Ola bilər mən bilmirəm. Əgər mən səhv edirəmsə, bunu kommentlərdə yazın. Düşündüyümə görə çox gözəl bir smartfon oldu və gözəl bir biz unbox elədik. Aktivləşdirdik, sistemini gördük və çox sürətli işləyir. Bildiyimiz kimi bu smartfonda, yəni iPhone 17 Pro-da və Pro Max-da deməli A19 Pro prosesorundan istifadə olunur və çoxları deyir ki, nə üstünlüyü var, Snapdragon bundan sürətlidir, belə falan. Siz nəzərə alın ki, Apple ilk dəfə olaraq özünün Bionic, yəni A11 Bionic prosesorlarında neyro nüvələrdən istifadə eləyib ki, hansı ki, indi o neyro nüvələr Snapdragonlara, Mediateklərə tətbiq olunur, yerləşdirilir. Hətta Intel özünün prosesorlarına neyro nüvələr yerləşdirir. Yəni, bildiyiniz kimi A11 prosesorundan, A11 Bionic prosesorundan başlayaraq Apple öz prosesorlarına neyro nüvələr yerləşdirib. Bunu indi müasir prosesor istehsalçıları, proyektləşdirənlər Snapdragon, Mediatek, Intel, AMD öz prosesorlarına tətbiq eləyir. Yəni bu özəlliyi də bilməyiniz daha yaxşıdır. Bugünlük isə bu qədər. Düşünürəm ki, gözəl bir video oldu. Əgər elədirsə bu videonu like edirsiniz, komment yazmağı unutmursunuz. Sizə belə bir şey də deyirəm. Əgər kimsə bu telefondan istəyirsə, bu telefondan almaq istəyirsə, mən onu hədiyyə eləyə bilərəm, amma bir şərtlə. Bu videonun altında 10.000 like olsa, mən bu telefondan birini alıb sizdən birinizə hədiyyə eləyə bilərəm. Ona görə nə etmək lazımdır? Əlbəttə ki, videonu paylaşmaq, videonu like etmək və bu videonu abunəsiz izləyənlər mütləq kanala abunə olsunlar
like edib komment yazsınlar və bəlkə də bu telefon elə sənə qismət oldu. Bunun üçün dediyim kimi nə etmək lazımdır? Bu videonu like etmək lazımdır ki, videonun like sayı 10 minə çatsın. Bugün isə bu qədər. Kanalımızda maraqlı videolar var. Maarifləndirici videolar var. Maariflənmək istəyənlər bu videonu izləyir, like edir, komment yazır və videonu paylaşır. Kanala abunə olmayanlar isə kanala abunə olduqdan sonra yuxarıda dediklərimi edir. Yəni like edir, komment yazır və videonu paylaşır. Siz kanalımızda olan digər videolara baxmaqda davam edirsiniz. Mən isə YouTube-da olduğumuz üçün sizinlə sağollaşmıram. Eğlendirir Grafon, abonenizi gözleyin. Comment yazdın süper grafona, hoş geldin.